Heyət yer orbitini tərk eləyib kosmosa açıldıqda, bu izlərə elə orada rast gəldi. 1969-cu ildə fəzanı fəth eləyən Apollo missiyaları zamanı yaşananlar uzun illər rəsmi senzura ilə gizlədildi. Apollo 11 missiyası zamanı astronavtların NASA ilə radio rabitəsinin sirli şəkildə kəsildiyi 2 dəqiqəlik fasilədə daxili tezliklərdə qeydə alınan və sonradan ifşa olunan səs yazıları şok effekti yaratdı. Astronavtlar kraterin kənarında nəhəng obyektlərin dayandığını və onları izlədiyini həyəcanla bildirirdilər. Onlar bizə baxırlar. Aman Allahım, buradakı digər kosmik gəmilər çox nəhəngdir. Təkcə Apollo 11 deyil, sonraki missiyalarda da astronavtlar ayın orbitində hərəkət eləyən naməlum parlaq diskləri sənədləşdirirdilər. Hətta ayın qaranlıq tərəfində və kraterlərin daxilində təbii yolla yaranması mümkün olmayan, ideal düzbucaqlı divarları və həndəsi strukturları xatırladan anomal kölgələr fotolentlərə köçürülürdü. NASA bu fotoları optik illüziya və ya qaya parçaları kimi təqdim eləsə də, missiyada iştirak eləyən astronavtlar sonraki illərdə kosmosda tək olmadığımızı eyham vuran bəyanatlarla çıxış eləyirdilər. Əgər bu aparatlar kosmosda və səmada uçursa, onların bəziləri dövlətlərin əlinə keçibsə, onlar harda gizlədilir? Bu sualın cavabı 1989-cu ildə dünya mediasını sarsıdan bir adla ortaya çıxdı. Nazca səhrasındakı cizgilərdən Apollo astronavtlarının ayda gördüyü nəhəng gəmilərə qədər. Bəs əgər bu gəmilər həqiqətən ələ keçirilibsə, onlar harda saxlanılır? Cavab bizi 51-ci bölgəyə aparır. Fizik Bob Lazar, ABŞ-ın ən məxfi hərbi zonası olan 51-ci bölgənin yaxınlığındakı C4 adlı yeraltı kompleksdə işlədiyini iddia eləyirdi. Onun vəzifəsi sadə hərbi texnologiya üzərində işləmək deyil, qəzaya uğramış və ya ələ keçirilmiş yad planetli gəmilərin mühərrik sistemini tərs mühəndislik metodu ilə söküb necə işlədiyini anlamaq idi. Lazar yeraltı anbarlarda diskə bənzər 9 ədəd uçan aparat gördüyünü və onlardan birinin daxilində araşdırma apardığını bildirdi. O, dövrü cədvəldə o vaxt elə kəşf olunmamış element olan element 115, Moskovium adlı ağır bir izotopdan istifadə eləyərək öz ətrafında gravitasiya dalğaları yaradır, məkanı və zamanı bükərək hərəkət eləyirdi. Element 115 yalnız illər sonra, 2003-cü ildə laboratoriya şəraitində rəsmi olaraq sintez edildi və bu, Lazarın dediklərinin uydurma olmadığını göstərən ən böyük elmi sübuta çevrildi. Nazca səhrasındakı nəhəng cizgilərdən, Apollo astronavtlarının ayda gördüklərinə, Petrozavodskdakı Meduza formalı obyektdən, Bob Lazarın təsvir elədiyi antigravitasiya mühərriklərinə qədər bütün bu tapmacanın parçaları tək bir nöqtədə birləşir. Biz bu kainatda heç vaxt tək olmamışıq. Bəşəriyyət indi böyük bir paradigma dəyişikliyinin astanasındadır. Bu qədər siyasətçinin, hərbi pilotun və astronavtların etirafları əslində qədim əcdadlarımızın minilliklər əvvəl mağara divarlarına həkk elədiyi həqiqətin müasir dildə təsdiqidir. Qaranlıq səma artıq boş və səssiz deyil. Sual artıq onların var olub olmaması deyil. Əsl sual budur. İnsanlıq bu böyük və qorxulu həqiqətlə üz-üzə gəlməyə hazırdırmı? Biz bu filmdə sadəcə bir neçə əsas faktora toxunmuşuq. Bu kimi rezonans doğuran hadisələr və maddi sübutlarsa yüzlərləndir. İndi özünüz qərar verin. Biz kainatda təkik, yoxsa bizdən dəfələrlə artıq yüksək texnologiyalara sahib varlıqlar var. Seçimi isə sizə buraxırıq.